Salamlayıram hər kəsə. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Bir dəqiqə səsi tənzimləyək, başlayaq. Müəllim, bir də sual vermək olar başlamamışdan qabaq. Olar, bəli, sualları da dinləyək. Buyurun. İzah edirsiniz. Ola bilər birdən adam diqqəti yayınır da. O dərsin videosu atılacaq da yəqin. Bəli, ekran kaydı olunub. YouTube kanalımızda həm MGO Education kursumuzun, həmçinin də mənim YouTube kanalımda yerləşdiriləcək. Hər ikisindən də baxış edə bilərsiniz və paylaşa bilərsiniz. Bu günləri yazı üzrə keçməyəcəm bu təlimi. Eynən sizlə bir növ canlı dərs kimi keçəcəm. Kimin də nə sualları varsa bu haqda verə bilər. İndi də vaxt itirmədən keçək izahlarımıza. Ara sıra da suallarınızı verə bilərsiniz. Hətta kim nəyinsə haqqında bilirsə, ona da söz verəcəm, danışma haqqı var. Bir dənə əvvəlcə soruşum ki, bizdə burada Aytən Əhmədova, nəsə mənə biraz müdavimlərimdən də sanki adı, soyadı mənə bir balaca tanış gəlir, ya da qarışdırıram. Elədirsə aşağıdan qeyd edərsiniz. Aha. Aha. Deməli, müəllimlər, bu günləri biz sizinlə danışacağıq adaptasiya problemlərindən, hansı ki, şagirdləri sinifə, məktəbə necə adaptasiya etmək olar və həmçinin də danışacağımız məqamlar olacaq interaktiv təlim metodları. Təlim metodları deyəndə ümumi çalışacağım sizə həm interaktiv dərsin quruluşundan, həm də biraz metodologiyadan da söhbət açım. İndi isə keçirik biz ümumilikdə elə interaktiv təlimlə başlayaq. İnteraktiv təlim nədir? Müəllimlər, bir var innovativ təlim, bir var interaktiv təlim. İnteraktiv təlim budur ki, biz müxtəlif strategiyalardan, müxtəlif metodlardan, müxtəlif iş formaları, iş üsullarından istifadə edərək şagird üçün maraqlı bir dərs qururuq. Yəni, bizim qurduğumuz interaktiv təlim şagirdin birbaşa tələbatının ödənilməsi deməkdir. Məsəl üçün biz deyirik ki, şagirdi düzgün şəkildə motivasiya eləmək lazımdır. Şagirdə müəyyən bir biliyi ötürdükdən sonra onu refleksiya etmək lazımdır. Bunların hamısı bizim üçün bir istiqamətdir. Amma necə, hansı üsulla, hansı vasitələrlə, hansı strategiya və yaxud taktikalarla biz bunu yoxlamalıyıq? Bax, bunlar hamısı da ümumilikdə interaktiv təlimin xüsusiyyətlərinə daxildir. Hətta bizim şagirdləri qiymətləndirməyimiz belə interaktiv təlimin xüsusiyyətlərindən biridir. İnteraktiv təlim başlayır, dərsin elə mərhələlərindən başlayaq, hansı ki, interaktiv təlim şagird mərkəzlidir. Yəni, şagirdin meyli, marağı üzərində qurulur, şagirdin öyrənmə tərzləri, şagirdin müxtəlif xüsusiyyətləri, yəni intellekt tipləri, şəxsiyyət tipləri, potensialı, hər bir şey nəzərə alınıb, şagird yönümlü bir təlim qurulur. Öyrənmə tərzi deyirəm, bəlkə qaranlıq qalarsa, bunu da deyim ki, vaku adlanır. Şagirdlər vizual olaraq görərək öyrənir, audial olaraq eşidərək öyrənirlər, kinestetik toxunaraq və bir də praktik. Yəni, bir işi sərbəst görənə qədər, bir tapşırığı mükəmməl yerinə yetirənə qədər həmin onun üzərində işləyir, ona uyğun nümunələr işləyir ki, onu sərbəst şəkildə bacarsın. Və gəlir ən sonda oxuyub yazaraq, yəni qeydlər götürür, açar sözlərdən istifadə eləyir. Bu da olur bizim oxuyub yazaraq öyrənən şagirdlərimiz. Məlumat üçün deyim ki, öyrənmə tərzləri 4 dənədir. Və deyərsiniz ki, müəllimə, indi biz bunları necə istifadə eləyək ki, dərs zamanı yəni hər bir şagirdin xüsusiyyətini nəzərə almış olaq. Müəllim 4 öyrənmə tərzinin 4-ündən də istifadə etməlidir və bunların 4-ünü də nəzərə almalıdır. Motivasiya qurur. Motivasiyada biz nədən istifadə edirik? Əyani vəsaitlərdən, avadanlıqlardan və yaxud da motivasiyada istifadə edirik qrafiklərdən və digər materiallardan, yəni vizual olaraq bu vizualların öyrənməsi üçündür. Slaydlardan, şəkillərdən. Audiallar üçün müzakirə, sual-cavab. Müxtəlif, məsələn, deyirik ki, Fryer modeli. Fryer modelində görürsünüz, uşaqlar şifahi şəkildə də təqdim edə bilər. Nümunələr, qeyri-nümunələr, xüsusiyyətlər, söz bazası, söz ehtiyatı yaradır həmçinin də.
Beyin həmləsi, ideya və fikirlər bildiririk. Həmçinin də şagird müstəqil düşüncəsi inkişaf eləyir burada. Bu da şagirdlərdə audial olaraq eşidib öyrənməyə aiddir. Kinestetik nədir? Kinestetik bir var öyrənmə tərzi, bir də var kinestetik təlim. Bunların fərqi nədir? Kinestetik öyrənmə şagirdin bir xüsusiyyətidir. Kinestetik təlim isə ümumilikdə təlim mühitini əhatə edir. Kinestetik təlim şagirdə yeni biliklər öyrətmir. Şagirdin öyrəndikləri, yəni mövcud olan biliklərin praktik olaraq tətbiq edilməsidir. Sadəcə digər təfəkkür növlərinə baxdıqda daha çox yaradıcı təfəkkürü inkişaf etdirmiş olur və vacib olan təlimlərdən biri hesab edilir. Kinestetik öyrənmə isə nümunələrlə, misallarla, müxtəlif test tapşırıqları ilə hər hansısa bir qaranlıq qalan mövzunun dəfələrlə üzərində işlənilib, daha sonra onun mükəmməl şəklə, yəni bir növ vərdiş halına çatdırılmasıdır. Keçirik digər məqamımıza. Digər olacaq, məsəl üçün, interaktiv təlimdə biz deyirik, həm də şagirdi qiymətləndirmək lazımdır. Qiymətləndirmə şərt o deyil ki, mütləq diaqnostik olsun, formativ olsun, summativ olsun, bu qədər. Xeyr, bizim yoldaş qiymətləndirməmiz də var, bizim özünü qiymətləndirməmiz də var. Və həmçində vurğulayım sizə, refleksiya dərsin sonuncu mərhələsi olsa belə, biz həmişə deyirik qiymətləndirmə və refleksiya sonuncu mərhələdir. Amma dərsin istənilən mərhələsində aparmaq olar. Refleksiya nədir? Şagirdin öyrəndiklərinin nə dərəcədə yoxlanılması. Müəllim üçün refleksiya nədir? Təlim nəticəsinə, təlim məqsədinə nə dərəcədə çatmışam? Şagirdlər təlim nəticəsində verilən bacarıqları nə dərəcədə mən onlarda formalaşdıra bilmişəm? Bax, refleksiya bütün bunları ortaya çıxaran məqamdır. Məsələn, motivasiya üçün deyə bilərik ki, beyin həmləsi ideal hesab edilir, amma digərlərindən də istifadə etmək olar. Amma refleksiya üçün deyirik ki, 3-2-1 iş üsuludur, BB iş üsulu belə refleksiya üçün istifadə edilə bilər. Amma vasitələr desək, çıxış bileti, cümlə kökləri, şəxsi jurnallar, müzakirə, müsahibə belə refleksiya aid ediləcək. Və həmçində vurğulayım ki, müəllimlər, motivasiya 5 dəqiqə ərzində aparılır. Biz elə etməliyik ki, 5 dəqiqə ərzində şagirdlərin diqqəti tam olaraq bizim əlimizdə olsun. Motivasiya qurarkən çalışır şagirdlərin meylinə, marağına uyğun olsun. Məsələn, mən dərsə girirəm, başlayıram ki, bu günləri biz sizinlə internet keçəcəyik. Ümumiyyətlə, internet nə deməkdir, necə yaranıb, tarixi nədir? Uşaqlar, məsəl üçün, Amerika Birləşmiş Ştatlarında hərbi məqsədlə yaradılıb internet. Şagird artıq dinlədikcə nə edir? Bezir, yorulur və onun üçün maraqsız olur. Bəlkə də yaxşı oxuyan, orta oxuyan şagirdlərin diqqəti bizdə olacaq. Amma nəinki zəif oxuyan şagird maraqsız yanaşacaq. Bunun da birbaşa günahkarı kimik? Biz müəllimlərik. Çünki hər bir uşağın, şagirdin diqqətini özümüzə cəlb etməyi bacarmalıyıq. Necə? Biz əgər şagirdə göstərik, məsələn, bir slayd və yaxud da şəkillər, uşaqlar, internet əvvəlcə bax bu şəkildə yaradıldı. Hərbidə daha çox nədən istifadə olunur uşaqlar? Oğlanlara sual veririk. Məsələn, falan filan silahlar, sursatlar, digər müxtəlif yeni silahlar. Məsələn, yeni silahlardan biz nələri tanıyırıq? Aha, bax o dövrdə də Amerika Birləşmiş Ştatları məhz ordusunun qalib gəlməsi üçün interneti yaradıbmış. Məsələn, 44 günlük müharibədə deyirik ki, bayraqlardan istifadə olundu və s. Yeni silahlardan istifadə olundu və yaxud dronlardan istifadə olundu. Eynən Amerika Birləşmiş Ştatları da interneti bu səbəbdən yaradıbmış. Daha sonra isə bu təkmilləşərək digər məqsədlər üçün də istifadə olunmağa başlayıb. Yəni, biz nəyə çalışırıq? Şagirdlərə, belə deyə, bir növ şərait yaradırıq, üzr istəyirəm. Şərait yaradırıq ki, şagirdlər açıq suallara cavab versinlər və həmçinin də öz fikirlərini, münasibətlərini bildirməkdən çəkinməsinlər. Şagirdlərə açıq sual verərək onlarda nitq mədəniyyəti yaradırıq, ünsiyyət mədəniyyəti yaradırıq, ünsiyyət səriştəsi yaradırıq hətta. Onlar öz fikirlərini şərh eləməkdən çəkinmirlər. Cəmiyyətdə onların fikrinin dinlənildiyini
anlayırlar. Və həmçində açıq suallar şagirdlərin həm məntiqi, həm tənqidi, həm də yaradıcı təfəkkürünü onlarda mükəmməl şəkildə formalaşdırmağa kömək eləyir. Məsələn, açıq sual nədir? Bizim münasibətimiz soruşulur. Bizim fikrimiz soruşulur. MİQ imtahanına münasibətiniz necədir? Sertifikasiya imtahanına münasibətiniz necədir? Hərəmiz bir cür cavab verəcəyik. Yəni, açıq sualların cavabı sonsuz şəkildədir. Amma qapalı sualların cavabı dəqiq, düzgün cavab olacaq. Məsələn, bunun belə bir qaydası var. Mən YouTube kanalda da deyirdim onu. Əgər müəllim verdiyi sualın cavabını özü bilirsə, deməli, bu qapalıdır. Müəllim verdiyi sualın cavabını özü təxmin eləyə bilmirsə, demək, bu artıq açıq sualdır. Hə, sertifikasiya MİQ imtahanlarından düşən belə bir sual tipi də var, test. Bunu da deyim sizin üçün. Bəzən deyirlər ki, qapalı suallar bəzən hisslərə aid ola bilər. Hisslərlə bağlı olur. Deyərsiniz ki, müəllimə, hisslərdirsə, hərənin bir cür hissi olur. Bu necə qapalı sualdır bəs? Məsələn, deyirik ki, valideynlərdən hansını daha çox istəyirsən? Qapalı sualdır. 2 dənə cavabı var. Ya ata olacaq, ya ana olacaq. Demək, bu qapalı sualdır. Hisslərimizə əsaslanır bizim. Və dəqiq düzgün də bir dənə cavab veriləcək. Ya ata deyiləcək, ya ana deyiləcək. Bundan başqa heç bir şey ola bilmir. Yaxud ananı çox istəyirsən, ya hə deyəcək, ya yox deyəcək. Bu iki təxmin olunan cavabdan birini deyəcək. Deməli, qapalı sualdır və hisslərə əsaslanır. Keçirik indi interaktiv təlimdən digər məqamlara. Müəllimlərimizin buraxdığı səhvlər elə icmallarda da nədir? Çalışın, təxmin elədiyiniz iş üsullarını hər zaman seçərkən nəyə ki, reallaşdıracaqsınız? Deyirsiniz ki, mən bu mövzunu keçəndə bundan istifadə eləmək istəyirəm. Bu zaman çalışın, iş formalarına da diqqət yetirin. Və iş formalarının dərindən öyrənək. Fərdi iş forması nədir? Tək şəkildə şagird işləyir, özünü qiymətləndirir və həmçinin də burada vacib olan məqam nədir? Şagirdin ümumilikdə öyrəndiklərində hansı qaranlıqlar var, üzə çıxardırıq, çatışmamazlıqlar var və həmçinin də hansı üstünlükləri var, üzə çıxır. Sadəcə olaraq fərdi olan iş formasının mənfi cəhəti nə ola bilər? Şagird sosial mühitdən sanki biraz kənarlaşmış olacaq. Necə ki, sinifdə tək işləməyə meyillidir, eynən cəmiyyətdə də təkliyə meyilli olacaq. Elə buna görə də biz nə edirik? Fərdi iş formasından mütəmadi surətdə istifadə edirik, yəni vaxtaşırı istifadə edirik. Cütlərlə iş nədir? Şagirdlər bir-birindən öyrənir. Şagirdlər arasında yoldaş qiymətləndirməsi baş verir, ünsiyyət baş verir, əməkdaşlıq baş verir. Lakin bunun da mənfi cəhəti var. Əgər şagirdlər arasında hər hansısa bir çatışmamazlıqlar deyəndə bəzən kitabda yazır, şagirdlər arasında müəyyən çatışmamazlıqlar olarsa, bu nə deməkdir? Yola getməzlərsə, bu bir xüsusiyyət. İkinci xüsusiyyət, şagirdlərin rəy vermə qabiliyyəti yoxdursa, cütlərlə iş ümumiyyətlə düzgün şəkildə təşkil edilməyəcək. Məsələn, rəy vermə qabiliyyəti nədir? Sən bunu pis yazmısan. Bu rəy vermə qabiliyyəti deyil. Bu düzgün rəy deyil. Biz nə deyirik? Yoldaşına deməlidir ki, sən birinci hissədə səhv etmisən. Əgər bax, bu düsturdan istifadə eləsək, həm birinci hissən, həm də ikinci hissən düzgün olacaq. Demək, biz nə etdik? Şagirdlərimizdə bu rəy vermə qabiliyyətini də mütləq şəkildə formalaşdırmalıyıq. Rəy necə olmalıdır yeri gəlmişkən? Konstruktiv rəy olmalıdır. Yəni, gələcəyə yönəlik olmalıdır, spesifik, dəqiq, düzgün, aydın göstərilməlidir və konstruktiv rəydə səhvi düzəltmək üçün bir istiqamət verilməlidir. Belə deyək, mövzu bir-birindən asılı olaraq, iyerarxik olaraq genişlənir. Qoy bunu da deyim. Ən çox verilən suallardan biri mənə ödənişli dərslərimizdə nədir? Müəllimə, korrektə edici rəylə konstruktiv rəyin fərqi nədir? Korrektə edici rəy o deməkdir ki, sırf bu misal üzərində işləyirəm. Bu misalı mən düzgün yazmaq üçün hansı düsturdan istifadə edəcəm və yaxud da bu düsturdan istifadə edərkən hansı məqamda tətbiq etməliyəm. Bu oldu bu misal üzərində apardığımız korrekt edici, yəni korreksiya, müxtəlif buraxılmış səhvlərin aradan götürülməsi. Bir də var müəllimlər, konstruktiv rəy. Mən bunu gələcəkdə, yəni gələn dərslərdə düzgün yazmağım üçün müəyyən qaydalar, müəyyən bir mətnin, müəyyən xüsusiyyətləri nəzərə alaraq onun üzərində dəfələrlə işləyib, mən bunu gələcəkdə, digər dərslərdə düzgün yazmağa çalışıram. Bu
konstruktiv rəydir. Səhv rəy forması da bilirik ki, destruktiv olacaq. Keçirik digər məqamlara. Müəllimlər, qrupla iş nədir? Qrupla iş forması cütlərlə iş forması ilə demək olar ki, eyni xüsusiyyətlərə malikdir. Sadəcə cütlərlə iş formasının biraz geniş formasıdır. Belə deyək də, cütlərlə işdə birgə öyrənmə, əməkdaşlıq, ünsiyyət var, yoldaş qiymətləndirməsi var. Lakin məhdudiyyətlidir. Bir də var, geniş fəaliyyətdir. 2 nəfər şagirdin işləməsi və yaxud da 4 nəfər şagirdin işləməsi. Bunlar eynidirmi? Xeyr. Birgə öyrənmə genişlənir, yoldaş qiymətləndirməsi genişlənir. Genişləndikcə biz orada 2 nəfərə tətbiq edə bilməyəcəyimiz iş üsullarını artıq qruplarla işdə asanlıqla tətbiq edirik və hər kəs üçün bu maraqlı olur. Məsələn, deyirsiniz müəllimə, qruplarla işdə ən çox nədən istifadə eləyək ki, orada birgə öyrənmə, yoldaş qiymətləndirməsi, əməkdaşlıq olsun? Deyə bilərik karusel, akvarium. 2 dənə yoldaş qiymətləndirməsi bizim iş üsullarımız var. Karusel və akvarium. Müəllimlər, karusel nədir? Şagirdlər bir-birlərinin fikrini dəyərləndirib, sonra öz fikirlərini qeyd edib, digərini ötürürlər. 1-dən 10-a qədər gedir, vərəq 1-dən başlayıb yenə birinci nömrəyə şagirdə qaydana qədər bu qiymətləndirmə, fikir bildirmə davam edir. Karusel iş üsulunu biz əsasən çalışırıq ki, iş formalarına uyğun ən çox, belə deyək, ən effektiv qruplarla işdir. Və qruplarla iş üçün də belə deyək, yaradılıb. Bəzən deyirlər kollektivdə də, bəzi kitablarda belə rast gəlmişəm, amma kollektivlə reallaşdırmaq demək olar ki, karusel çox çətin olar, vaxt məhdudiyyəti olar və ümumiyyətlə effektiv bir forma kimi qəbul edilmir. Ola bilər indi texniki olaraq onu kitablarda qeyd eləyirlər. Demirəm hansı kitablarda. Sonra keçirik digərinə. Qruplarla işin mənfi cəhəti. Qruplarla işin mənfi cəhəti budur ki, utancaq uşaqlar, belə deyək, pasiv uşaqlar, utancaq uşaqlar kölgədə qalır. Digərləri aktiv işləyirlər, tapşırığın ən çətin hissələrini götürürlər və onlar çox irəli gedir, çox aktiv olurlar deyə artıq utancaq şagirdlərin kənarda qalması, pasiv qalması deməkdir. Ona görə biz daim nə edirik? İş formalarını dövr elətdiririk. Fərdi, sabah cütlərlə, o birisi gün qrupla, digər bir gün kollektivlə, yəni mütəmadi olaraq tədris ili boyunca bu 4 dənə iş formasının 4-dən də biz istifadə etməliyik. Sonra keçirik digər məqama, kollektiv iş forması. Kollektiv iş forması nə deməkdir? Kollektiv iş forması deyərkən biz bütün siniflə işi nəzərdə tuturuq. Yəni burada birgə fəaliyyət nəzərdə tutulur. Bütün sinifin bir fəaliyyət üzərində birləşməsi deməkdir. Birlik deməkdir. Hamımızın düşünərək fikir bildirib bu problemi həll etməyimiz deməkdir. Lakin burada nə var? Xaotik səs-küy yarana bilər, digərlərini narahat edə bilərik və həmçinin də yenə də aktiv şagirdlər pasiv şagirdləri üstələyə bilər. Buna görə də biz daim diqqət yetiririk ki, mütəmadi olaraq, yenə deyəcəm, iş formalarının 4-dən də istifadə edək. Yalnız fərdi, yalnız qruplarla və yaxud cütlərlə qruplarla keçirmək şagirdlərin dərsdən marağının azalmasına gətirib çıxaracaq. İndi keçək biraz da sizə digər metodlardan danışaq. Müəllimlər, bəzən deyirlər texnikalar. Texnikaların elə 2 dənəsi var ki, iş üsulları ilə onları qarışıq şəkildə kitablarda salırlar. Suallar texnikası 4M1KH Kipling metodu da deyirik biz buna. Kim, nə, hara? Hansı ki, suallar bir-birinə bağlı olmalıdır. Suallar ətraflı şəkildə verilməlidir ki, ətraflı da cavab alınsın və həmçində diqqət olunur ki, buradakı suallar verilən mövzunu tam şəkildə əhatə eləsin. Kipling metodu dinləyib anlama, oxuyub anlama, ümumilikdə problem həll eləmə, layihə hazırlamaq üçün də istifadə edilə bilər. Və buna nə deyirlər? Kipling metodu suallar texnikası adlanır. Bəzən də Kipling metodu olaraq deyilir. Gəldik ünsiyyət texnikasına. Ünsiyyət texnikası qızıl dairədir. Qızıl dairə isə 3 dənə dairədən ibarətdir. Motivasiya, proses, nəticə. Bəzən qızıl dairə iş üsuluna 3N də deyirlər. Bu nə deməkdir? 3N nə üçün deyirik? Niyə, nə üçün, necə? Və yaxud da necə, niyə, nə?
En suallarından istifadə etməklə, enlə başlayan suallardan biz birinci soruşuruq. Sən niyə müəllim olmaq istəyirsən? Özünü necə bir müəllim kimi təsvir edirsən? Müəllim olmaqda məqsədin nədir? Nə etdik? Motivasiya elədik, proses apardıq və sonda nəticə aldıq ki, sən nə məqsədlə, məqsədin nədir müəllim olmaqda? Deməli, bu nədir? Ünsiyyət qurduq biz. Ona görə də qızıl dairəyə Golden Circle da deyirlər, yəni ingiliscə Zoltaya kolço da deyirlər elə rus dilində də. Yəni hər bir dildə qızıl dairədir. Sadəcə bəzən onu 3N kimi, əsasən də bizim dilə tərcümədə 3N olaraq qəbul edilir. Yenə dinləyib anlama, oxuyub anlama, problem həll etmək üçün ideal iş üsullarından biri hesab edilir. Müəllimlər, keçirik metod və metodologiyadan danışım. Metodlardan çoxdur məlumatınız, amma metodologiya ümumi metodların orada birləşməsi və ümumi bir toplusudur. Metodologiya deyəndə biz bir çox metodları sadalaya bilərik. Məsələn, illüstrasiya, hansı ki biz istifadə edirik əyani vəsaitlərdən, şəkillərdən, qrafiklərdən və s. Bir də var demonstrasiya metodu. Demonstrasiya nə deməkdir? Demonstrasiyanın əsas mənası budur ki, hər hansısa bir filmdən, hər hansısa bir kinodan, slayddan bir kiçik hissə, fraqment olaraq gətiririk. Hər hansı bir mahnı, əsərə uyğun bir mahnı dinlədirik. Bu nədir? Demonstrasiya adlanır. Amma illüstrasiya birbaşa şəkillərlə, qrafiklərlə, maketlərlə təqdim olunan bir metoddur. Keçirik indi digər məqamımıza, interaktiv təlimi biraz yekunlaşdıraq. Dərsimizin mərhələlərindən danışdıq. Dərsin əvvəllər 7 mərhələsi var idi. Motivasiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, müzakirəsi, ümumiləşdirmə və nəticə yaradıcı tətbiq etmə və qiymətləndirmə və refleksiya. İndi isə müasir təlim olaraq artıq 3 istiqamətdə götürülür. Motivasiya deyirlər maraq oyatma, tədqiqatın aparılması, mübadilə, müzakirə, ümumiləşdirmə və nəticəni bir yerə toplayıb deyirlər öyrənmə prosesi və sonda da deyirlər qiymətləndirmə və refleksiya. Yəni, demək olar ki, eyni istiqamətdir, sadəcə olaraq biraz qısaldılmış formada. Zaten biz deyirdik ki, 7 dənə mərhələsi olsa da dərsin, müəllim mütləq deyil ki, o 7 mərhələnin 7-sini də reallaşdırsın. Biz bunlara zaten diqqət yetirirdik. Və interaktiv təlimi qurarkən diqqət eləməlisiniz ki, birbaşa şagirdin istəkləri deyərkən nədir? Yəni, şagirdə sərbəstlik də verməliyik bəzən. 5 dənə mövzu qoyuram uşaqlar. Bu 5 dənə mövzudan kim hansını istəyirsə götürüb o haqda yaza bilər. Bu nədir? Şagirdin istəkləridir. Yəni, bir növ onun meyli nəzərə alınır. Sərbəstlik verilir. Və yaxud da bu 3 dənə düstur ən düzgün düsturlardır. Kim hansından istəyirsə götürüb istifadə edə bilər. Bu olur şagirdə sərbəstliyin verilməsi. Yəni, seçim hüququ veririk. İndi gəlin sizə biraz innovativ təlimin də izahını verim. İnnovativ təlim budur ki, müasir texnologiyalardan və müasir təlim metodlarından müəyyən yeni təhsil proqramlarından istifadə edərək dərslərin qurulması innovativ təlim adlanır. Kurikulumda ilk dəfə gələndə bu innovativ təlim kimi qəbul olunurdu. Çünki yenilik idi. Və yaxud da deyirik, indi pilot layihə olaraq başqa bir təlim gəlir. Və yaxud Singapur modelindən istifadə olunur. Biz bilirik ki, bütün dünya üzrə ən çox qəbul edilən təlim modellərindən biri də Singapur təlim modelidir. Nəyə görə? Çünki şagirdin birbaşa meyli, marağı, tam olaraq xüsusiyyətləri orada nəzərə alınır və şagirdlər daha yaxşı anlamış olurlar. Ona görə biz Singapur modelinə daha çox digər ölkələrdə inteqrasiya eləyirlər. Və həmçində nəzərə alırıq ki, innovativ təlimdə müəllim əgər yeni texnologiyaları, yeni proqramları tətbiq eləyirsə, öz dərslərində belə fəaliyyətə nə deyirlər? Müəllimin innovativ fəaliyyəti də deyilir. İndi isə müəllimlər keçid alırıq sizinlə ünsiyyət və əməkdaşlıqdan danışaq. Əməkdaşlıq geniş bir mövzudur. Əməkdaşlıqda biz nəyi nəzərə alırıq? Şagirdlərin əməkdaşlığı bilirik ki, qruplarla işlə daha çox təşkil edilir dedik. Amma biz həmin o qrupları da qurarkən, əməkdaşlığı təşkil edərkən nəyə diqqət yetirməliyik? Heterogen qruplar qurmalıyıq. Eyni xüsusiyyətli şagirdlər bir qrupa toplanırsa, biz buna nə deyirik? Homogen. Fərqli xüsusiyyətli şagirdlər bir qrupa toplanırsa, biz buna deyirik heterogen qruplar.
Məsələn, differensial təlim qururuq. Differensial təlimin məqsədi nədir? Əhəmiyyəti nədir? Müxtəlif xüsusiyyətlərə malik şagirdləri bir qrupa toplayır. Bu da nə deməkdir? Məsəl üçün deyirik ki, biri yaxşı oxuyur, biri orta oxuyur, digəri zəifdir. Bu bir xüsusiyyət potensialına görə. Öyrənmə tərzləri bayaq dedik. Sonra şəxsiyyət tiplərinə görə. İntrovert, ekstravert, bunlar nə deməkdir? Tək işləməyi sevən, ünsiyyətçil insanlarla işləməyi sevən və yaxud da intellekt tipləri, fərd-daxili, şəxslər arası bunların hər bir xüsusiyyətini nəzərə alaraq hamının bir mühitdə öyrənməsini təmin edən differensial təlimdir. Deyir ki, ədalətlilik və bərabərlik yaradır. Həm hər birinə fərdi şəkildə yanaşılır, xüsusiyyəti nəzərə alınır. Həm də elə bir təlim qurulur ki, təlimdə bərabər imkanlara riayət olunsun. Yəni, əməkdaşlıq təşkil edərkən şagirdlərlə çalışırıq ki, onların bir-birindən öyrənməsini təmin edək. Fərqli xüsusiyyətlərə malik şagirdləri bir qrupa toplayaq. Qrup işi zamanı, ümumilikdə, sinifdə hər hansısa bir qayda qoyulursa, müəllim bu qaydanı tək şəkildə etməməlidir, tərtib etməməlidir. Qaydalar, ümumi qaydalar sinifdə nə etməliyik? Çalışmalıyıq ki, şagirdlərlə birlikdə tərtib edək ki, həmin qaydalara əməl etmək üçün şagirdlər özləri də həvəsli olsun. Ünsiyyət üçün daim sual-cavab, müxtəlif iş üsulları, məsələn, Sokrat dialoqu da deyirlər, klassik dialoqu da deyirlər. Verilən cavabdan yenə sual çıxardır və yaxud da nə olardı əgər iş üsuludur, daha sonra proqnozlaşdırma iş üsuludur. Hansı ki biz ünsiyyət üçün istifadə edəcəyimiz müxtəlif iş üsulları var ki, bunlardan istifadə edərək ünsiyyəti formalaşdıra bilərik. Əməkdaşlıq isə qrup üçün təşkil olunan bütün iş üsullarında formalaşır. Keçid alırıq digər məqama. Müəllimlər, digər məqamımız şagirdlərin məktəbə və sinifə adaptasiyasıdır. Bu nə deməkdir? Ümumilikdə deyirik ki, şagirdin sinifə adaptasiyası birbaşa müəllimin üzərindədir. Əgər biz şagirdlərimizə sevgi ötürürüksə, ümumilikdə belə deyək, həyatda hər bir canlının sevgiyə, qayğıya ehtiyacı var. Əgər biz şagirdlərimizə sevgi, qayğı ötürürüksə, sözsüz ki, onlar bunu hiss eləyəcəklər və sevgi ilə, qayğı ilə edilən hər bir addım, atılan hər bir addımda nəticəsi gözəl olur. Şagirdlərimizə pozitivlik gətirməliyik. Onların bir növ deyək fikirlərini dinləməliyik. Onlarla maraqlanmağa çalışmalıyıq. Və çalışırıq dərslərimizi qurarkən belə elə bir şəkildə quraq ki, şagirdlər üçün maraq doğursun. Məsələn, oyun əsaslı. Oyunlar şəklində qururuq. Oyun əsaslı təlim nədir? Şagirdin ümumi şəkildə maraqları nəzərə alınır. Şagirdlərin bacarıqları ortaya çıxarılır. Şagirdlər qiymətləndirilir. Ola bilər ki, biz bunu müxtəlif proqramlarla eləyirik. Məsəl üçün, Kahoot proqramı var ki, bundan istifadə edərək biz oyun əsaslı təlim qura bilərik. Və yaxud da Game-Tiles proqramı var ki, bundan istifadə edərək qururuq və yaxud da sinifdə elə müxtəlif oyun əsaslı təlimləri də özümüz təşkil edə bilərik. Müxtəlif oyunlar şəklində püşk atdıq, püşkü çıxardırsınız, nə çıxdısa ona cavab verirsiniz. Daha çox maraqlı onlar üçün. Və yaxud şarlar patladılır, içərisindən hansı kağız düşdüsə ona cavab verəcəksən, nə bilirsən, bir-iki cümlə deyəcəksən. Ya məsələn deyirik ki, auksion iş üsulu var. Auksion şəklində keçirilir. Kim fərqli xüsusiyyəti düzgün tapacaq və sonuncu fərqli xüsusiyyətdən qazanır. Yəni, bu tipli metodlardan, iş üsullarından istifadə edərək şagirdlər üçün oyun əsaslı təlim quraraq onları özümüzə daha yaxşı cəlb edə bilərik. Və dərs şagird üçün maraqlıdırsa, müəllim öz şagirdini sevir, onu dinləyir, onun bir balaca kefsiz oturduğunu görəndə onu tək kənara çəkib soruşur, halını, əhvalını, nəyə görə, nə üçün bir növ deyə müəllimin perseptiv qabiliyyətidir. Psixoloji olaraq şagirdlərə təzahür eləmək. Bu zaman şagird sinifə də, məktəbə də çox gözəl adaptasiya olacaq. Sinifə adaptasiya etmək bizim əlimizdədir. Amma məktəbə adaptasiya eləmək birbaşa bağçanın əlindədir. Nəyə görə? Məktəbə qədərdən əgər şagirdlər belə deyə hazırlaşaraq və yaxud da onları hazırlayaraq düzgün şəkildə məktəbə göndərsələr, daha gözəl olar. Bir növ deyək, şagird artıq məktəbdən qorxmaz. Onları məktəbə qədər olan hissədə
Əlbəttə ki, məktəbə gətirib bir ekskursiya göstərə bilərsiniz. Bax, sinif otaqları belə olur. Şagirdlər burada təhsil alır, onlar oyun oynayırlar. Yəni məktəb onlar üçün qorxulu bir məqama çevrilməsin. Müəllimi görəndə ağlayıb qorxma olmasın deyə artıq onlar üçün bunu biraz sadələşdirmək və eynən bağça mühiti kimi eyniləşdirmək də olar ki, daha çox meylli olsunlar. Müəllimlərimizin fikirlərini dinləyək, zəhmət olmasa kimin nə sualı varsa buyura bilər. Sevinç müəllimə bir şey izah elədiniz. Çox sağ olun. Çox bəyəndim. Qəşəng izah elədin. Təşəkkür edirəm. Müəllimlər, ümumilikdə hər hansısa bir suallarınız olanda mən biraz dərslərimlə bağlı çox uzun təlimlərimi keçə bilmirəm. O səbəbdən üzrlü sayın məni, amma inşallah ki, olacaq təlimlərimiz həm ödənişli, həm ödənişsiz şəkildə. Sadəcə olaraq bunu vurğulayım sizin üçün ki, bizim YouTube kanalımız var, Telegram kanalı da var. Kim istəyirsə YouTube kanala abunə olub və orada istənilən bir videonun altında suallarınız yaranan zaman yaza bilərsiniz. Mən zaten YouTube'a videolarımı qoyarkən çalışıram ki, hər bir müəllim üçün qaranlıq qalan məqamları qeyd edək. Və bir də sizin üçün bunu açıqlayım. Bu da bilirəm sizə qaranlıq qalan məqam olur. Bəzən deyirlər yumşaq bacarıqlar, bəzən deyirlər sosial bacarıqlar, bəzən də rast gəlirsiniz duyğusal bacarıqlar. Bu duyğusal bacarıqdır, sosial bacarıqdır. Bunlar hamısı yumşaq bacarıqların içərisindədir. Buna ingiliscədən soft skills deyirlər. Bir var hard skills, bu bizim öz ixtisasımızın qaydaları, qanunlarıdır. Bir də var soft skills, yəni mənim orada artıq emosiyalarımdır, düzgün ünsiyyətimdir, təqdim etmə qabiliyyətimdir, özümü dərk eləməyim, özünü tənzimləməyim bir növ metakognitiv bacarıqlarımdır ki, mən yumşaq bacarıqlarım olmasa, mən hər hansısa bir ixtisası düzgün şəkildə təqdim edib, kiməsə nəyisə mənimsədib və yaxud da fikrimi çatdıra bilmərəm. Və yadınızda saxlayın, kurikulum üzrə sosial bacarıqlar deyəndə əməkdaşlıq, ünsiyyət, ümumilikdə sosial qarşılıqlı münasibətlər nəzərdə tutulur. Və həmçinin də duyğusal bacarıqlar deyəndə birbaşa mənəvi dəyərlər nəzərdə tutulur, mənəvi keyfiyyətlər nəzərdə tutulur. Şagirdlərin belə deyək, hiss və emosiyaları nəzərdə tutulur. Məsələn, yeniyetmədir, emosiyalarla davranır, hələ şuur tam formalaşmayıb. Bax, bunlar hamısı da duyğusal bacarıqlara aid edilir. Yəni, kurikulumda yumşaq bacarıqlar ad ilə səslənmir. Nə deyilir? Sosial bacarıqlar. Mən isə YouTube kanalda yumşaq bacarıqlar olaraq bunu izah etmişəm. Oradan da baxıb ətraflı şəkildə öyrənə bilərsiniz. Digər müəllimlərimiz, suallarınız varsa, nə sizin üçün qaranlıq qalır, buyurub deyə bilərsiniz. Hələ ki, linkimizin vaxtı var. Kanalınızı atarsınız qrupa, bu bir. İkincisi də bir də dərsləriniz olanda deyərsiniz. Üçüncü də müəllim, qoy dərsə baxaq, diqqətini siz belə qəşəng izah elədiniz. Daha elə bir də baxıb suallar yaranacaq inşallah. Onda YouTube kanalımıza ya da şəxsiyə qrupa atarıq. Elə YouTube kanalda şərh bölməsində yaza bilərsiniz. Yenə deyirəm, istəyir kursumuzun YouTube kanalı olsun, istər mənim. Ora baxarsınız, yazarsınız və oradan da suallarınız üçün bir video hazırlayıb çəkib YouTube kanalda yenə yerləşdirəcəyik. Hər birinizə uğurlar diləyirəm. Kim ki sertifikasiya hazırlaşır, məsləhətim budur ki, indidən kurikulumu yaxşı öyrənməyə çalışın. Ola bilər kimsə YouTube-dan baxıb öyrənir özü üçün. Bu da müsbət haldır, az deyil. Baxsaz videolarımızın alt hissəsində şərh bölməsində qeyd ediblər müəllimlər. İzlədim, qəbul oldum, çox gözəl idi hər şey. Demək ki, bir müəllim özü də dinləyərək yazıb öyrənə bilər. Kimin ki artıq bazası var. Əlbəttə, baza sıfır olanda təlimçi ilə qoşulmaq bu mütləqdir. Çalışın müəllimlər indidən müsahibə üçün qiymətləndirmə, alt standart, illik planlaşdırma, bax, bu hissələrə diqqət yetirin. Əsas müəllimlərin sertifikasiya müsahibəsi bunun üzərində qurulur. Test mərhələsində isə nəzəriyyələrdir, qiymətləndirmədir, planlaşdırmadır, alt standart təlim nəticəsi bunlara birbaşa nəzər salın və nəzəriyyələrdən də ən çox Piaget ilə Howard Gardner və Vygotsky'yə də müraciət edilir. Demək olar ki, yeniliklərdən sertifikasiya bir o qədər düşmə ehtimalı yoxdur. Hər birinizə uğurlar arzulayıram və qoşulduğunuz üçün təşəkkür edirəm. Müəllimə, siz kurikulum müəlliməsiniz, yoxsa?
Bəli, bəli. YouTube-da və yaxud da Google-da hər hansısa bir axtarış sistemində qeyd eləsəz Qafarova Sevinc, tam olaraq mənim haqqında məlumatla tanış ola bilərsiniz. Lap yaxşı, mənim qəşəng zəyinizi çox xoşuma gəldi. Çox sağ olun, təşəkkür edirəm.